etməliyik, istədiyimiz işi qurmalıyıq, iş adamı olmalıyıq. Bax belə. Qısaca budur. Yenə şirkətimiz haqqında sizə ətraflı digər təlimlərimdə məlumat verirəm. Bu gün əsas mövzumuz qazanc sistemidir deyənə istəmirəm biraz mövzudan kənarlaşdırım. Amma yeni qatılanlarımız Ersaq şirkətinin necə bir şirkət olduğunu bilsinlər. Bir də mənə sual vermişdilər, bayaq bir yeni üzvümüz yazmışdı ki, burada hansı məhsullar istehsal olunur? Mən sizə qrup deyəcəm. Onlar digər qrupumuzda isə onların hər biri haqqında məlumatlar göndəririk. Zaten orada öyrənəcəksiniz. Təmizlik vasitələrimiz, hər gün evinizdə lazım olan təmizlik vasitələri təbii tərkibli, əlinizə, nəfəsinizə ziyan vermədən. Kosmetik vasitələriniz, nanotexnologiya vasitəsilə istehsal olunmuş günlük baxım vasitələriniz, kosmetik vasitələriniz istehsal olunur, parfümləriniz, xəstə insanların dərisində xəstəlik olan insanların belə rahatlıqla dərisinə püskürdə biləcəyi tərkibində kimyəvi spirtlər olmayan parfümlər istehsal edir. Yağ qruplarımız həm daxilə, həm xaricdən istifadə edə biləcəyimiz yağ qruplarımız istehsal olunur. Bundan əlavə hər birimizin bugünkü dövrdə mütləq hər gün istifadə etməli olduğumuz bədənimizə lazım olan, elə düşünün ki, onlar olmayanda hər gün bədənimizdən o evi tikirsiniz, bir dənə balaca çərpikləri, daşları olmur, ha, yavaş-yavaş oyulub tökülür, ha. Bax, mən hər zaman özümü ona bənzədirəm ki, nəyisə içməyəndə deyirəm, bəlkə məndən nəyisə gedir. Çünki bədən istər-istəməz qocalır, qocalır deyəndə, yəni yaş üstünə yaş gəlir və əvvəlki günay deyil, indi o geri gedən günay olur və mən o daşları, o tökülən qumları evimdə yerinə qoymalıyam ki, o daim mənə dəstək olsun, məni saxlasın, məni qorusun, məni gənc etsin. Bax belə, qida əlavələrimiz istehsal olunur. Bundan əlavə yeni çıxan pastellərimiz, yəni tekstillərimiz də var və bu da inanıram ki, günü-gündən çoxalacaqdır. Və ən gözəli, heç bir network şirkətində olmayan, olsa belə bizim kimin olmayan otelimiz açılıbdır, biorezonans otelimiz. Elə düşünün, bizim Naftalan, Azərbaycanda Naftalan var da, müalicəvi mərkəzidir, düzdür. Orada da Türkiyədə, baxın, elə bir müalicəvi mərkəzimiz var və o mərkəzdə üz baxım eləyən və yaxud digər xəstəliklərdən bir sözlə də müalicəvi mərkəzdir. Siz gedib orada müalicə alırsınız, məhsullarınızdan istifadə edirsiniz, həm karyeranıza yansıyır, həm qazancınıza yansıyır, karyeranızı yüksəltmək, necə deyim, şəbəkənizi böyütməyə yansıyır. Ən əsası isə hər zaman olduğunuz karyerin endirimləri ilə alış-veriş edib o oteldə qalmağın avantajlarını əldə edirsiniz. Bax belə. Bugün şirkətimiz haqqında bu qədər. Keçək qazanc planına. Dəyərli xanımlarımız və bəylərimiz, yəqin ki, hər kəsə məlumat verilibdir. Ən əsasda yenilərə. Dəyərli xanımlar və bəylər, biz bir işə daxil olarkən qazanmaq üçün daxil oluruq. Düzdürmü? Düzdür, işini sevmək, işinə dəyər vermək, işini seçmək, seçici olmaq bu hər birimizin haqqıdır və bunu sevərək edəndə daha yaxşı olur. Düzdür? Amma işimizi nə qədər çox sevsək də, əgər o iş bizə müəyyən maddiyyat da deyək, müəyyən büdcə əldə etməyimizə nail ola bilməyəcəksə, o iş bir yerə qədər gedəcək. Müəyyən yerə qədər gedib o dayanacaqdır. Amma o iş bizi qazandıracaqsa, o iş bizim gələcəyimizi qurmağa, gələcəyimizdə olan hər hansı bir xəyallarımızı gerçəkləşdirməyə, nələrsə əldə etməyimizə nail olacaqsa, o işin üstəsindən gəlməyə çalışırıq, daha da çoxaltmaya çalışırıq. Və araşdırmalar edirik, axtarırıq, görək nədir, necədir, necə edə bilərəm, nələr edə bilərəm deyə araşdırmalar edirik. Siz hal-hazırda olduğunuz ünvan elə bir ünvandır ki, siz azcaya bir addım atanda artıq qazanırsınız. Bir addım atanda yenidən qazanırsınız. Daim sizin qazanmağınız üçün çalışır. Sistem çalışır. Siz çalışırsınız. Siz elə düşünün ki, bir addım çalışanda sistem sizin üçün 2 addım, 3 addım, 5 addım çalışmağa başlayır. Və beləliklə tez bir zamanda həm karyer, həm qazanc sahibi ola bilirsiniz. Göstərilən nəticələr də uzaqlığı ilə sizi daha rahat işləməyinizə səbəb olur. Onun üçün də
hər hansı bir işə başlayanda, hələ network işinə başlayanda birinci etməli olduğunuz işin qayda qanunu ilə tanış olmaq, şirkətin necə bir şirkət olmağı, necə fəaliyyət göstərməklə tanış olmaq. Üçüncü nüans isə orada necə qazanacağınızı bilmək, nələr qazanacağınızı bilməkdir. Əgər siz Ersaq şirkətinə, bir dənə qırmızı götürmüşəm, bir dənə qara. Ki ikisi ilə də yazım qarışmasın bir-birinə. İndi mən sizə bunu, mən ayaq üstə durmaq istəyirəm ki, lövhədə yazım, sizə bunu göstərim. Bir saniyə. Baxın, görün lövhə necədir, qızlar? Mənə kömək eləyin. Bir səslərinizi açın, lövhənin necə olmağını deyin. Görünürdü. Yaxşıdır. Yox. Bir saniyə. Siz çəkilin ki, biz görək də, Günay Bir müdürüm. saniyə düzəldim, bir saniyə düzəldim. Görünür. Mən görünməsəm də olar, əsas odur lövhə görünsün. Lövhə görünürmü? Görünür görünməyinə. Bir tərəfindən işıq düşür, intası görək, yazın görək. Mən işığı qoşmuşam. Baxın, Hə. görün, bunu söndürüm. Aha. İndi necədir? Yaxşıdır. Hə, yaxşıdır. İndi yaxşıdır. Əla. Mən o işıqdan qoşmuşdum ki, işıq olsun deyə. Belə Baxın, yaxşı. dəyərli xanımlar və bəylər, siz qeydiyyatı zaten pulsuz olunursunuz, düzdürmü? Pulsuz qeydiyyat olunursunuz. Qeydiyyat olunduğunuz andan etibarən şirkət sizi qazandırmağa başlayıb. Hələ ki, heç nə alış-veriş etməmiz Recording in sizə progress. gəldiyiniz andan etibarən 20% endiriminizi əldə etməyinizə kömək edib. Yəni, siz Ersağın bir üzvünə çevrildiyiniz üçün, şirkətin bir üzvü olduğunuz üçün artıq məhsulu kataloqla deyil, 20% endirimlə alırsınız. Və bu 20% endirim sizə ambar qiymətinə, yəni bu lor dildə desək, ambar qiymətinə gəlir və ömür boyu, bizdə özünüz bilirsiniz də, ad silinməsi yoxdur deyənə, şirkət deyir ki, Günay burada qeydiyyat olunubdursa, Günay mənim ömür boyu ailəmin bir üzvü olur. Ailəmin bir üzvünə çevirdiyi üçün mən onu artıq məhsulu kataloqla deyil də, ambar qiyməti ilə verməyə başlayıram. Bir çox üzv, bunu mən niyə belə açıqlamasını verdim? Bir çox üzvlərimiz deyir ki, biz digər şirkətlərin qarşısında üzv qiyməti, ambar qiyməti deyəndə, üzv qiyməti deyəndə deyirlər, ay belə deyil, elədir. Halbuki onların qiymətləri satış qiymətini deyəndə ancaq kataloqla işləyirlər də, yəni bizdən daha da baha başa gəlir və daha da zərər çəkmiş olurlar. Onun üçün bunu sizə demək istəyirəm ki, kimisə dəvət edəndə ilk öncə bunu deyil. Zaten sən gəldiyin ilk andan etibarən 20% endirimin sənindir. Və bu 20%-dən sonra əgər sən 2 puanlıq, çox deyil, 2 puanlıq alış-veriş edəcəksənsə, şirkət sənə avtomatik 2 puan nədir? Bizdə, özünüz bilirsiniz də, networkdə puan, bal, belə söhbətlər var, müəyyən dövriyyədir. Müəyyən dövriyyənin qurulmasıdır. O dövriyyələr yığılır üst-üstə, sən karyer atlamış olursan, pillələri atlamış olursan, lor dildə desəm, pillələri atlamış olursan və o pillələrə çatmaq üçün onlar üst-üstə toplanmalıdır. Üst-üstə topladığın dövriyyələrin sənin gələcəkdə əldə etdiyin endirimlərin, sənin gələcəkdə əgər qeydiyyatlar edəcəksənsə, gələn faiz, yəni maaşlarının faizləridir. Onun üçün də sən bu pillələri daha tez-tez atlasan,
daha tez əldə etsən, oradan gələn qazanc tez bir zamanda daha çox olacaqdır. İndi mən onların hər birini sizə başa salacağım. Siz qeydiyyat olundunuz, məhsulunuzu seçdiniz və deyirsiniz ki, mən deyək ki, məhsul alıram, balı necə hesablayacağım? Bir çoxlarımız balın hesablanmağını belə bilmir. Dəyərli xanımlar, Ersaq şirkətində bir bal 29 manatdır. 28 nöqtə neçədir? Mən 29 deyirəm. Bəzi digər şirkətlərdə olan xanımlar və bəylər deyir ki, sizdə bal az verdi. Niyə az verdi? Digər şirkətlərin 200 balı ilə bir pillə atlayanda bizim 200 balımızla lider olursan. Başa düşdünüz nə demək istəyirəm? Bal söhbəti elə bir şeydir ki, bala deyil. Heç vaxtı hər hansı bir şirkətləri müqayisə edəndə bala baxmayın, dövrəyə baxın. Məsələn, ola bilər ki, bugün hər hansı bir şirkətdə mənə deyir ki, mən 200 bal elədim, 150 bal elədim, misal. 150 bal nə deməkdir? 150 bal, Xatirə xanım, zəhmət olmasa sən baxın. 150 bal nə deməkdir? Bir saniyə. 150 bal, 150 manat deməkdir. Təsəvvür edirsiniz bu nədir? Gəlin nə qədər toplayasan ki, neçə min bal, neçə milyon bal deyəsən ki, o dövriyyələri tamamlayasan. Amma bizdə sadələşdirilmiş formasıdır. Bir bal 29 manatdır. Bir bal 29, 28 nöqtə neçədir? 29 deyirəm təxmini. Siz müəyyən balları üst-üstə toplayaraq siz karyeralarınızı atlayıb qazancınızı çoxalda biləcəksiniz. Bunu necə edəcəyik deyirsinizsə, baxın, qeydiyyat olunur. Qeydiyyat olunduğumuzda bu bizik. Bax, qırmızı ilə yazıram. Bir sistemə daxil olduq. Özümüzə bir günəş yaratdıq. Günəş sistemi nə deməkdir? Günəş daim dövr eləyən, heç vaxtı bir yerdə durmayan, irəli gedən, yəni biz galaktika videolarına baxsaz görəcəksiniz, daim dövr eləyib, irəli gedir. Və ətrafında o planetlər ki, yoxdur, onlar da onun yanında fırlana gedirlər, düzdür? Yəqin ki, şahid olmuşsunuz da buna, videolarda falan. Bax, biz də eləyik. Daim fırlanacaq, yəni hərəkət edəcək və ətrafımızda günəş sistemi quracaq. Və qurduğumuz günəş sistemi də həmçinin biz etdiyimizi edəcək. Yəni bizi kopyalayacaq. Bizim etdiyi heç bir əlavə nələrsə istəməyəcək biz ondan. Mən nə edirəmsə, sən də onu edəcəksən. Mən nələrə sahibəmsə, sən ondan daha artığına sahib olacaqsan. Çünki mən bir idim, sən ikisin. Mən də varam sənin yanında. Başa düşdünüz nə demək istəyirəm? Bugün Günay 1000 manat maaş alırsa, Günayın öyrətdiyi 2000 manat almalıdır. Çünki Günay deyək ki, işləyib, onun Günayın öyrətdiyi isə 2 qat Günayla bir yerdə işləyib. Bax, belədir, sponsor üzv məsələsi. Və siz sisteminizə daxil olanda sadəcə şirkət deyir ki, cəmi 2 puanlıq, çox demirəm, mənim sistemimə daxil olmaq üçün 2 puanlıq alış-veriş et. Mənim məhsulumu tanı, keyfiyyətinə bax. Bax ki, bəlkə heç sənin ətrafına necə demir, reklam edəcək bir məhsul deyil. Axı tanımalısan bunu. Günayı kiməsə məsləhət görürsənsə, Günayın xasiyyətini, Günayın görünüşünü bilib də kiməsə məsləhət görəcəksən. Gəl bunda məsəl üçün qoşul ya qoşulma, üzv ol ya üzv olma. Düzdürmü? Bax, bizim şirkətimiz də bunu deyir. Məni tanımadan heç kimə məsləhət görmə. Məni tanımaq üçün isə mənim məhsulumu sadəcə 2 puanlıq nə lazımdır sənə? Təmizlikmi sevirsən? Təmizlikmi aşiqisən? Təmizlik al. Baxım aşiqisən? Baxım ol. Bax, bəzi şirkətlərə daxil olanda sizə paketlər verir da, düzdür, nə paketlər? Mütləq bunu almalısan, məcbursan buna hədiyyə götürməlisən. Belə bir paketlər olur, düzdürmü? Bizdə belə bir şey yoxdur. Mənə təmizlik, kosmetik baxım, qida, parfüm, tekstil nə lazımdırsa evimə sadəcə 2 puanlıq ondan alacaq. Və mənə sunulan hədiyyələrdən hansı biri mənə lazımdırsa özüm götürəcəm. Yəni özüm seçim eləyəcəm. Niyə də olmasın?
Və mən onu tanıyandan sonra 2 puan ilə elədim. 2 puan nə qədərdir? Bax, puanı Müdürüm, üzr istəyirəm. Çox üzr istəyirəm. Burada yeni yazılmayan namizəddə var. Balla deyəndə nə olur, o bilmir puan nədir. bal. Çox Puan, bal. yaxşı, balla deyirəm. Heç nə olmaz. 2 bal. 2 bal nədir? Balın hesablanması necədir? Bugünkü gündə 2 bal 2 bölsün 29. Baxın, bu 29-dur, düzdür? Burada 2 bal yazılanda 29'u vuracağıq 2'ye. Bu da eləyir 58 manat. Manatla dövüyərlə də, yəni. 3 baldırsa 3'ü vuracağıq 29'a. 4'düsə 4'ü vuracağıq 29'a. 5, 10, 15 hər neçə baldırsa onu 29'a vurmaq kifayətdir ki, sizə lazım olan balı tapa biləsiniz. 2 balından adınızı aktiv etdiniz. Və şirkət deyir ki, sən mənim məhsulumu seçdiyin üçün mən sənə üzərində bir dənə hədiyyə verəcəm. Düzdür. İndi bizim şirkətə daxil olanların 99%-i 5 balla necə deyim, üzv olurlar. 5 bal. Baxın, 1 bal 29 idi, düzdürmü? Amma 5 bal, 5 bal. Hardasa gəlir 140 neçə manata, 145 manata sərf etmərəmsə. 5 bal, 5 bal. 140 təxmini deyirəm, amma mən ola bilər 1 manat, 2 manat, o yan bu yan ola bilər. 145 manatdır. Və o 145 manata siz indi deyəcəm nədir onun avantajı. 2 balına daxil olursunuzsa, şirkət sizə endirim vermişdimi? Ömür boyu qeydiyyat vermişdimi? İkinci qazanc da, qeydiyyatın özü də bir ömür boyu qeydiyyatın özü də bir qazanc daxil bizə. Üçüncü qazancı isə hədiyyəni verir sənə. Mənim məhsulumu alırsansa, əlavə üstündə hədiyyə verirəm, istifadə elə. Məsəl üçün, saç şampununu almışsan, baxım vasitəndir. İstifadə eləmişsən, üz dərinə kremini almışsan, günəş kremini misal deyirəm. Almışsan, istifadə etmisənmi? Sənə mən masaj kremimi hədiyyə verirəm ki, ağrıların kəsilməsi, qripin, virusların necə deyim, təmizlənməsi, bir sözlə də xəstəliklərin ilkin öncə tədbirinin alınması üçün mən sənə reklam edirəm masaj kremi. Bir növ budur, hədiyyə budur. Və sən mənim reklamımı qəbul et, hədiyyəmi qəbul et, al, istifadə elə, cəmaata hər kəsə həm şampunu, həm kremini, həm də mənim masaj kremimi tövsiyə et. Başa düşdünüzmü? Və bu hədiyyəni də sizə verdi. Hədiyyəni də sizə verəndən sonra siz oradan da qazanc götürdünüz. Və bu nə eləyir? Şirkətin sizə olan qazancı, əlavə qazancı ƏDV-si, kəşfeki, gedib orada vuranda xanımlarımız bir çoxu bilir ki, gedib biz yerində ödəmə ediriksə, kart vasitəsilə, hardasa deyirsən 80 manata 50-60 qəpikdə kəşfek gəlir, düzdür? 100 manata, hətta 150 manata daha çox gəlməlidir, səhv etmirəmsə. Və ƏDV-si, kəşfeki bunların hamısı sizin olub. Hətta şirkətimiz deyir ki, sən məndən 4-5 puanlıq, yəni 110 neçə manatlıq, 140 neçə manatlıq sifariş etsən, mən sənə həm hədiyyə sayını çoxaldacam, həm çatdırılmanı, kataloqunu pulsuz edəcəm. O kəşfəkdir, ƏDV-də o öz yerində məhsul nə qədər, dövriyə nə qədər çox olacaqsa, qazanc da oradan çox gələcək. O başqa məsələ. Və mən sənin puanlarını üst-üstə yığıb karyer atlamağına şərait yaradacam. Daha tez karyer atlamağına şərait yaradacam. Bax belə, 2 balla daxil olanda bir hədiyyə qazanmış olursunuz. 5 balla daxil olanda, yenilərimizə sözüm, 5 dənə hədiyyə qazanırsınız. O 5 dənə hədiyyəni də mən seçmirəm, şirkət də seçmir. 9 çeşid məhsuldur, sizə sunulur, hansı biri sizə lazımdır? Gedib marketdən, aptekdən, hər hansı bir bazardan, dükandan evinizə, özünüzə, ailənizə nəyə alacaqsınız? O pul sizdən çıxacaq, düzdür? Nəyə pul verəcəksinizsə, onu götürün. Şampuna mı, kremə mi, təmizliyə mi? Nəyə edəcəksinizsə, onu götürmüş olacaqsınız. Və beləliklə, necə deyim, pulunuz cibinizdə qalacaq, keyfiyyətinə əmin olduğunuz, %100 nəticə görə biləcəyiniz məhsul istifadə edəcəksiniz, plusda reklam edəcəksiniz. Və biz beləliklə birinci aşamanı keçdik. Birinci aşama nə idi? Qeydiyyat olmaq, aktiv üzvə çevrilmək. Qeydiyyat olduq, aktiv üzvə çevrildik. Xanımlar,
sözümü başlayın şeydə yarıda bölürəm. Burada adlar düşür, aynı və kifayət. Nəsə suallar varsa, mənə sadəcə ad gəlir, başqa heç nə gəlmir. Suallar varsa, xahiş edirəm, sonda suallarınızı verərsiniz ki, mənim də fikrim yayılmasın. Bax belə, birinci pilləni biz açdıq. Qeydiyyat olunduq, aktiv üzvə çevrildik, hədiyyəmizi götürdük və beləliklə başladıq. Nəyə başladıq? Baxın, dəyərli xanımlarımız, əgər siz deyək ki, hər hansı bir kariyer sahibisinizsə, sizin sisteminizə daxil olan, deyək, mən sizin sisteminizə daxil olmuşam. 2 bal, 5 bal, 10 bal, heç bir önəmi yoxdur. Daxil olmuşam sistemimizə. Siz mənə sual verməlisiniz ilk öncə. Məsəl üçün, Günay xanım, siz mənim sistemimə daxil olmuşsunuz. Bu mənə çox xoşdur. Mən sizlə bir yerdə çalışmaq, işləmək və sizin daha çox qazanmağınız üçün nə lazımsa etmək istəyirəm. Birinci növbədə mən sizə necə kömək edə bilərəm? Bax, birinci sualınız üzvünüzə bu olmalıdır. Ola bilər ki, bugün misal üçün əfroz müdür məni qeydiyyat edib. Məsələn, əfroz müdürün üzvünün üzvüyəm, məni tanımır, məni qeydiyyat edibdir. Üzvü qeydiyyat edib, əfroz xanım məni tanımır. O zaman əfroz xanım mənə geri dönüş edib, misal deyirəm, nə olsun mən onun üzvünün üzvüyəm? Hətta ən alt qatda olan belə üzvlərinin üzvü ola bilər. Əgər onun məqsədi müdürlükdürsə, nə dərinliyə baxmadan, nə yana baxmadan, kimliyinə baxmadan o məndən məşğul olmalıdır. Mənə vaxt ayırmalıdır, zaman ayırmalıdır, tanış olmalıdır. Çünki mənim sponsorumdan nəsə əldə etməsə belə məndən əldə edə bilər. Düzdürmü? Hansısa bir karyeraya yüksəlmək üçün. Onun üçün də birinci sualı mənim burada mənə necə kömək etməyi olmalıdır. İkinci növbədə verdiyi sual nə olacaq? Artıq mən aktiv üzvəm. İkinci sualı nə olmalıdır? Bax, bizim qrupumuza daxil olanlar 3 qrupa bölünürlər. Birinci qrupa sadəcə alıcılar daxil olur. İkinci qrupa sadəcə satış edənlər və necə demir, ayda ildə bir dəfə kimlər üçün ki, məsələn, ana qohum, necə demir, yaxın qohumlar üçün məhsul alış-veriş edənlər. Üçüncü qrup, yəni müəyyən kariyer əldə edib də çox məqsədi olmayanlar, belə düşünün. Üçüncü qrupa isə məqsədli xanımlar və yaxud bəylər. Yəni, hər ay alış-satış etmədən, məcburiyyət qarşısında qalmadan, işini sevərək icra edib, işinin öhdəliklərini, bax, mütləq bunu deməlisiniz, işinin öhdəliklərini yerinə yetirəcəyinə özünə əmin olub, işə daxil olmaq. Və tez bir zamanda yüksək qazancın, yüksək karyeranın sahibi olmaq üçün çalışanlardır. Mən bilmək istəyirəm, siz bunların hansı birinə daxil olursunuz? Hansı biri üçün mən sizə müraciət edim? Hansı biri üçün mən sizə necə deyim, plan qurum, necə deyim, hansı biri üçün mən sizə metodlar edim? Yəni, yeni metodlardan istifadə edim. Əgər alıcısınızsa, mən sizə yalnız hədiyyələrimizi, məhsullarımızı göstərə bilərəm ki, özünüzə lazım olandan olana məhsullarınızı istifadə edəsiniz. Çünki tanımalısınız da. Əgər satıcısınız və müəyyən kariyer əldə etmək, endirim əldə etmək istəyirsinizsə, o zaman ona necə nail olacağınıza, satışın növləridir, satış təqdimatıdır, bir sözlə qısaca məlumat verir. Yox, əgər dediyim üçüncü nüansdırsa, o zaman mən sizinlə hər gün aşırı əlaqə saxlayıb, işimizin detallarını öyrədim, əl-ələ verib, bax belə birlikdə çalışaq. Bunları deməlisiniz. Düzdürmü? Mənlə razılaşanlar əla işarəsi qoysunlar. Nəysə, baxın xanımlar, bu periodu keçdik və mənə müraciət edildi. Mən dedim ki, mən işləmək istəyirəm. Artıq məqsəddiyəm və çalışmaq istəyirəm. O zaman siz mənə başlayacaqsınız. Mənə başlayacaqsınız sistemi danışmağa. Ki, burada necə qazanacaqsan? Gəldik, aktiv üzvə çevrildik. Artıq biz aktiv üzvük. Və mən özümün günəş sistemini yaratmalıyam ki, istədiklərimi əldə edim. Birinci növbədə şirkəti tanımalıyam, məhsulları tez-tez araşdırıb, qrupda Günayı, məsəl üçün, Günay qrupa daxil olub sistemə və əfroz müdürün deyək qrupudur. Əfroz müdürün belə
necə deyim, müdürüm də buradadır, inciməz yəqin. Yəni bir sözlə o deyib tutub ətəyindən hər gün yeni suallar vermək, araşdırmaq, axtarmaq, sualın ardınca vermək. Çünki nəyisə öyrənmək istəyirəm də mən burada. Məhsulu tanı, şirkəti tanı, necə edəcəyini tanı. Mən indi sadəcə qazancı göstərəcəm. Bax, onları tanıyandan sonra, biləndən sonra həm təqdimatın asanlaşacaq, insanları cəlb etməyin asanlaşacaq. Günayın belə danışdığı şey deyil, nədə olduq birinci dəfədən deyil. Etap, yavaş-yavaş illərin o deyib göstəricisidir. Onun üçün də siz də əgər durmadan şirkət haqqında səlis məlumat vermək istəyirsinizsə kiməsə, onun üçün ağlınızda, beyninizdə bir dənə də olsun sual qalmamalıdır. Bax, bunu mütləq diqqət edin. Mən 5 balına daxil olan yeni üzvəm. Bu 5 balım var. Və şirkət mənə deyir ki, sistemini qur, sənə 2 ay vaxt vermişəm. Digər şirkətlər üzvlərinə 1 ay, 15 gün, 21 gün vaxt verirlər ki, müəyyən balı toparlayıb, yəni dövriyyəni tamamlayıb, addımlarını yüksəltsin, karyeralarını atlasın. Amma bizim şirkətimiz deyir ki, sən bizə daxil olmuşsansa, mənim sistemimdədirsə, adını silməməklə yanaşı, həm adını silmirəm ömür boyu, həm də 1 ay deyil də, biraz daha çox 2 ay sənə vaxt verirəm ki, sən hər hansı bir karyeranı əldə edib, mənim sunduğum imkanlardan faydalanasan. Mən indi sizə sual verirəm. İnsan 1 ayda, 21 gündə mi nəyisə nəticə daha tez həm öyrənmək, həm necə deyim, o işə alışmaq, həm təqdimat etmək daha asandır, yoxsa 2 ay? Bax, budur. Bunun üçün şirkət deyir ki, mən sənə yetərincə zaman vermişəm. Sən mənə zaman ayır, mən sənə qazancını yüksəltməyinə kömək edəcəm. Və 2 ay mənə vaxt verir. O 2 ayın içində mən müəyyən balları toparlamalıyam. İndi o balları yazacağım. Birinci, 5 balım var hal-hazırda. Günay 5 baldadır. Bax, 5 bal. Və mən sistemimə daxil edirəm. Misal üçün, anamı, xalamı, qonşumu siyahı tuturam. Qonşularım, əmi uşaqlarım, dayı uşaqlarım, bibi uşaqlarım. Misalda Günayın çevrəsi kimdir? Günay başlayanda evdar xanım olaraq başlayıb. Çevrə 0, 33 nəfər kontaktında olan bir ev xanımı necə kimlə başlayacaq? Amma bugünkü gündə məni dinləyənlər, mənə qulaq asanların kontaktında bəlkə də 304 xanım var. Sadəcə bunu bir azca şeyə çevirməlidirlər, avantaja çevirib ondan istifadə etməlidirlər. Və mənim deyək ki, qonşum ola bilər, mənim bacım ola bilər, mənim anam ola bilər misalda. Başladım, onlar da mənim kimi. İşi öyrənib sistemə 5 balına daxil oldular. Özüm 5 bal deyirəm ki, hədiyyə sayı daha çox, yüksəlməsi daha asan və ən əsası isə məhsul insanın evinə çox gedir. Bütün məhsullardan istifadə edib nəticə görməyi daha tez olur. Və 5 balla başlayan Günay 10 bala çatdıqda, 10 bal. Baxın, dəyərli xanımlarımız, yeni qoşulanlarımız, mütləq məni dinləyin. 10 bala siz çatdıqda artıq siz 10% olacaqsınız. Bu 10% nə deməkdir? Bayaq dedim ha, endirim və maaş. İndi bunu deyəcəm. Elə düşünün ki, onu vurursunuz 29-a. 290 manat. Əgər qeyd edirsinizsə dəftərə, 290 manat 10 bal deməkdir və 10%-ə çatmaq deməkdir. Bu 290 manat dövr, yəni 60 manatı da sizə aid ola bilər. 100-ü də sizə aid ola bilər. 150, 200-ü, 290 da sizə aid ola bilər. Yəni 60-dan başlayaraq nə qədər büdcə qoymağınız sizdən asılı olacaqdır. Qələmi yazdım üstüm, neyse. Sizdən asılı olacaqdır. Və 10 bala çatacaqsınız. Yəni demək istədiyim odur ki, digər şirkətlərin bir çoxunda müəyyən faizə yüksəltmək üçün mütləq altda kimlərsə olmalıdır və orada yüksəlməlisiniz. Tək qətiyyən mümkün deyil. Amma bizdə elə deyil. Şirkətim deyir ki, ilk dəfədən bəlkə bu gəlib elə ancaq özü üçün alış-veriş edəcək. O zaman sizi karyeraya yüksəldir. Başa düşdünüzmü? Əgər üzvlər yazdırırsınızsa, nə gözəl. O daha avantajlıdır.
Və 10% olduqda siz məhsulun 10% endirimdən yararlanmış olursunuz və deyək ki, mən 10%-əm, anamı qeydiyyat etmişəm, əvvəldən etmişəm də 10% olmamışdan öncə. Və anamın üzərinə deyək ki, atamı qeydiyyat edirəm. Məhsul alış-veriş edir atam. Qeydiyyat olunur və 5 ballıq, yəni 145 manatlıq məhsul alış-veriş edir. 145 manatın 18%-ni çıxırsınız. 18% nədir? Vergi. Bilirsiniz də bizim şirkətimiz tam rəsmi işləyən, ƏDV-sini, vergisini verən bir şirkətdir. Və siz onun 10% qazancını götürürsünüz. Baxın, ortada bir adam olsa belə, ondan aşağıda kim olursa mən onun 10%-ni qazanmış olacağım. Və beləliklə dəvət etmələr daha çox olacaqdır. Çünki orada mənə pul yazılır. Əgər mən deyək ki, heç 10% olandan sonra işləmədim, 5 il, hətta 5 il sonra gəlib, lap 2 il olsun, 1 il olsun, 10 ay olsun, sonra gəlib, özümə hər hansı bir şampunu, kremi, nəysə almaq istəyirəmsə, o zaman deyək ki, 30 manatlıq məbləğində bir məhsuldur, onun 10% endirimi ilə alacaq. Başa düşdünüzmü? Yəni, mən qalxdığım pillə kariyer ömür boyu mənimdir. İstədim, istifadə edib qazancımı götürəcəyəm, istəmədim, qoyacam ora, istədiyim zaman, necə deyim, ağlıma nə zaman gələcəksə, o zaman gəlib ondan faydalanacaq. Digər şirkətlər kimi məni düşürtmək, qalxızmaq, bu kimi şeylər olmayacaq. Və mən biraz da şəbəkəni böyüdürəm. Misal üçün, qonşum gedir, öz anasını yazdırır, bacısını yazdırır. Misal, kimlərsə yazdırır, o da gəlib müəyyən faizə çatır. Və bunların hər biri qalxdıqca, mən də qalxıram. Müəyyən dövriyyələr artdıqca, mənim də dövriyyəm artır. Onlardan, yəni hər birindən şəbəkədə mənə gəlir. Və bu olur 30 bal. 30 balı necə hesablayırdıq? Neçə manat idi? 30 vur 29. Neçədirsə 30 vur 29. O hardasa, burada baxın yazmışam deyim, belə yadımda əzbər qalmır. 870 manat. 870 manatlıq dövriyyənin sadəcə 145 manatı mənə aiddir. Qalanın hamısı şəbəkədən gələn dövriyyədir. O şəbəkənin dövriyyəsi də birinci nəsildirmi, ikincidirmi, üçüncüdürmü, 10-cudurmu, üst-üstədirmi, yanğı oldumu? Heç bir əlaqəsi olmadan mənə dövriyyə olaraq yazılır və mənim kariyer atlamağıma səbəb olur. Əgər qazancı istəyirəmsə, əlbəttə ki, qazanc siz bilirsiniz ki, bizə bir öncə, yəni bir addım yaxın olanlardan daha yaxşı gəlir. İndi bunu deyəcəm. Əslində, faizləri çox olanlardan daha yaxşı gəlir. Onu da başa salacağım, bunu da başa salacağım. Bizim daha çox liderlərimiz bunu səhv anlayırlar və üzvlərinə də səhv məlumat verirlər. Bundan hər birini sizə başa salacağım. Bəs mən maaş almaq istəyirəmsə, yan qollarımı artırmalıyam. Yan qolu artırmaq dövriyyəyə təsir etmir. Və yaxud da ki, dərinliyə artırmaq yenə dövriyyə təsir etmir. Dövriyyə eynidir. Yan, alt, heç bir fərqi yoxdur. Amma maaşın fərqi var. Maaşı yüksək almaq istəyənlər hər zaman günəşini yaxşı, yəni sistemini yaxşı qursunlar. Üst-üstə deyil də ətraflı qollarını çoxaldıb, ondan sonra onları böyütməklə məşğul olsunlar. 30 bal 870 manat dedik. Və siz olursunuz 15%. Əgər siz özünüzə alış-veriş edirsinizsə 15% endirim sizindir. Əgər siz, məsəl üçün mənəm, deyək ki, anamdır, atamdır, atam da üzərinə deyək qardaşını qeydiyyat edibdir və ondan mənə 15% maaş gələcək. Əgər mənim anam gəlib 10%-ə çatıbdırsa, baxın, diqqətlə dinləyin, bunu detaylı sizə başa salıram ki, bu günün sabahında hesablama qaydasını rahat biləsiniz, asan biləsiniz. O zaman 15 çıx 10 nə qədər edir? Çünki mənim anam da maaş alır 10%.
Və 5% mənim olur, 10% anamın olur. Çünki anamın komandası sayılır o. Düzdürmü? Və mən nə edirəm? Mən də yan qollarımı artıb, yan qoldan birbaşa 15%-mi götürürəm. Belədir. Və deyək ki, komanda böldü, 60 bal olur. 60 bal 6 vurulsun 29 deməkdir. Bu da qalxır 21%-ə. 21%, bayaq dediyim kimi, endirimin 21%-i maaşın təsəvvür edin, bir dənə üzv yazdırırsınız. O üzvün ümumi dövriyyəsinin 21% sizə gəlir. Harada belə bir şirkət var? Bir dənə göstərin görüm ki, sizə adi, mən indi adi həyatdan deyəcəm. Mənim bir qohumum var idi, şokolad paylayırdı. Mən qayıtdım ki, nə qədər maaş alırsan? Mağazada şokolad paylayırdı. Yəni şeydən götürür, depodan. Aparır mağazalara paylayır. Qayıtdı ki, 2%. Maşına benzin verir. Benzinlə pul verir. Maşından pul verir. Gününün səhərdən axşamına sərf edib 2% qazancı var. Amma siz oturduğunuz yerdən kimlərəsə məsləhət, tövsiyələr etməklə şirkət sizə 21% maaş verəcək. Və siz bunu dəyərləndirdiyiniz təqdirdə bir anlıq qazancınızı gözünüzə gətirin. Bir gündə 3 nəfər, hələ 21-dəsiz, hələ heç o pillələri çox qalxmamışsınız, ortadasınız. Siz 3 nəfərə məlumat verəndə onun qazancının 21%-i sizindir. Nə istəyirsiniz bəs? Çalışın, qazanın. 21%-də sizsinizsə, əgər üzvünüz deyək 10%-dədirsə, o zaman 21 çıx 10. Çünki 10% zaten qazanıbdır, düzdürmü? Və yerdə qalan 11% yenə sizin olur. Şirkət demir ki, digəri gətirib karyer atlayıbdır. Bağladı, sağ olsun özü. Karyer atlayıbdır. Mən bunu ondan kəsim. Kəsmə söhbəti yoxdur xanımlar. Kəsmə söhbəti yoxdur. Əgər bir addım öndəsinizsə, daim ömür boyu ondan qazanırsınız. Və bir saniyə. Və gəldik 27%. 27% 120 baldır. 120 bal 27% deməkdir. 120 vurulsun 29. Bax, balı hesablayanda mütləq 29-a vurun. O zaman sizdə neçə bal çatışmır? Məsələn, 27 olmağınıza neçə bal çatışmır? 15 bal. 15-i vurun 29-a, olan dövriyyənizi hesablayın. 29 bal 3480 manat deməkdir. 3000 komanda üzrə. 3480 manatın 145 manatı sizindir. Qalanı ancaq bax bu şəbəkənin yaratdığınız günəş sistemində. Əgər siz 27%-dəsiniz və sizin deyək ki, ananız da gəlib olub, məsələn, anam gəlib olub 15%. 27 çıx 15% nə qədər edirsə, 12% olur da, düzdür, səhv etmərəmiz. Onun 12%-i mənim. Başa düşdünüzmü? Və mən ondan yenə o yüksəlsə də, o karyerasını qalxırsa da, yenə mən ondan maaş alacağım. Nə az, nə çox, 12%. Az deyil ki bu. Əgər bunun dəyərini bilən, hesablanmasını apara bilən, o 15-də saxlamaq istəməz. Daha çox aldar. Onu 21-ə can atar getsin, 27-yə can atar getsin. Əgər hesablamağını düzgün aparan. Və əgər biz lider olmaq istəyiriksə, o zaman 200 bal toplayıb 33%-i əldə edəcəyik. 33% bizim bir diplomumuzdur. Düzdür, ofislər də diplom kimində, ömür boyu bizləndir. Həmçinin 33%-də. 33% elə düşünün, evdə oturmuşsunuz. Müəyyən 2 ayı durmadan çalışmışsınız, ətrafınıza çevirəzə və sonra 33%-ə çatmışsınız da. Lap ondan sonraki dönəmdə o düşüşlü, qalxışlı yollarınız olacaq. Olsun. 2 aydan sonra biraz düşmək, qalxmaq, bir gün düşəcəksiniz, bir gün qalxacaqsınız, heç nə olmaz. Əlinizdən heç nə getməyəcək. Yəni, heç nəyiniz yoxdur. Və bir nəfərlə danışırsınız, sadəcə yolda tanış oldum, parkda oldum, qohum, tanış demədən, kim olursa olsun. Ona məlumat verməklə belə. Siz 33% qazanc götürürsünüz. Və yaxud gəldim, özümə alış-veriş edim, 33% endirim nə deməkdir? Baxın, belə düşünək.
150 manatlıq özümə məhsul almışam. 150 manatın 33% endirimindən yararlanıram. Təxmini bu düşür, mən böyle yazmışdım, qocum hazır. 100 manata. Təxmini deyirəm, amma ola bilər 1 manat o yan bu yana ola bilər. 150 manatlıq hələ bu ambar qiymətidir ha. Mən bunu digər şirkətlər kimi kataloqla hesablasam, 20% plus 33% desəm, zaten 53% mənə endirim gələcəkdir. Başa düşdünüz nə demək istəyirəm? Hələ bu ambar qiymətidir. 150 manatlıq ambar qiymətinə olan məhsul mənə 100 manata gələcək. Üzərində yenə mi 4-5 hədiyyəni götürəcəm kampaniyalar, aksiyalar dönəmində və mən evimə lazım olan hər hansı bir əşyamı marketdən və yaxud aptekdən alacağım qiymətdən qat-qat aşağı qiymətə alıram. Amma bu keyfiyyətdə, bu dəyərdə içəriyi belə olan məhsulları yox. Düzdür mü? Bax belə. Siz deyək ki, 33% karyerasındasınız, qalxmışsınız, 33% olmuşsunuz. Sizin yeni bir qeydiyyatınız yazılıb, ondan 33 manat maaş aldınız. O gəlib 10% olana qədər 33% alırsınız. O gəlib 15 olana qədər 33 çıx 15. 33 çıx 21, 27. Ən az alanda 6%, 7% maaş alırsınız, düzdür mü? Amma bir şey var. Bax, bizim öncülərimiz burada səhv edirlər. Bir saniyə, mənə mesaj gəlib. Bunu qapadım. Bizim öncülərimizin səhv etdiyi nüans budur. Bir çoxundan, hamıya daxil deyil bu əlbəttə ki. Deyir ki, mənim üzvüm qalxarsa mənim maaşım azalar. Niyə belə düşünürsünüz? Niyə belə? O deyir, insanlar az düşüncəli, dar düşüncəli insanlarsınız. Bu təhqir deyil, ha, sadəcə fikrimi ifadə edirəm sizə. Bilirsiniz niyə bu sözüm belədir? Ona görə ki, siz əgər oturub hesaplasanız, hesab kitabı etsəniz, o dar düşüncədən azad olacaqsınız. Və həmin o 10'da olanı tez bir zamanda öncü olmaq üçün can atacaqsınız. Bu niyə? Baxın, bu mənim Cunaydır. 5 bal edib, yeni üzvdür. 33% verir sənə. Düzdürmü? Əfruz xanıma 33% verir. Sonra Cunay əgər bu alıcıdırsa, daim 33% verən biridirsə, Əfruz xanım bundan daim 33% almaq istəyirsə, Cunay hər gün evinə məhsul alası deyil ki. Və yaxud Cunay hər gün satış eləyəsi deyil ki. Düzdürmü? Bundan bir dəfə 33 alacaq. Ayda uzağı 2 dəfə, çox alsa 3 dəfə 33% alacaq. Düzdür? Amma Əfruz xanım Cunaya işi başa salsa, sistemi başa salsa, Cunay gəlib 10 olmaq üçün 300 manat dövrəyə edəcək. Bayaq dediyinin 2 qatı. 3 dəfə demişdik də bayaq, düzdürmü? İndi ən azı 2 dəfəsini keçəcək. Və Cunay 15 olmaq üçün onun hardasa 4 dəfəsi, 5 dəfəsi olacaq. Cunay 21 olmaq üçün onun 7, 8, 10 dəfəsi olacaq. Və beləliklə cəmi 200 manat, 300 manat Cunayın dövrəsi deyil də olacaq 2000 manat, 3000 manat, 4000 manat, 5000 manat və Əfruz xanım 4000-dən, 5000-dən daha çox qazanacaq dövrədə. Başa düşdünüz nə demək istəyirəm? Və Cunay gəlib öncə olanda məqsəddə olacaq axı. Hər daim dövrəsini artırmaq üçün çalışacaq. Çünki 33%də olan bir daim qazanmaq istəyir. Üstünü fikirləşmədən qazanmaq istəyir. Məndən üstəki nə edir, nə etmir, nə edir, fikirləşmədən qazanmaq istəyir. Və o qazanmaq istədikcə də siz qazanacaqsınız. Siz, necə deyim, böyüyəcəksiniz. Siz müdürlüyə gedəcəksiniz. Başa düşdünüz? Onun üçün də o dar düşüncədən azad olub, üzvlərinizi yüksəltməyə çalışın. Ən əsası isə onlarla bir ailə bağı qurub. O deyir, yaxşısında, pisində, o türklərin bir sözü var. Yaxşı gündə, pis gündə onlarla bir yerdə olmağa çalışın, bir ailə olmağa çalışın. Bax belə, əgər siz desəniz ki, Günay xanım, mən 27%dəyəm və mənə 10%dən gələn qazanc nə qədərdir? Yeni üzvdən gələn qazanc, məsələn, gəlin 33% deyək. 33%də olan biri endirim əldə etmək istəyirsə, 150 manatın 33%-ni çıxıb 100 manat qalır, düzdür? Əgər 33%də olan biri 150 manatlıq dövrəyən üzv edibdir ki,
18%-dən çıxırıq, çünki 18% bizim ƏDV-mizdir. Və heç bir şirkət, heç bir mağaza, hətta mağazalar, adi gündəlik gördüyünüz mağazalar vergidən maaş vermirlər. Düzdürmü? Onun üçün də 18%-ni çıxırıq və biz nə qədər qalıbdırsa, onun, burada yazmışdım axı, 123 manat. 123 manat qalır 18%-ni çıxanda. Neçə faizdə olan üzvümüz var? Misal üçün. Yeni üzvdürsə, vururam 33-ə. 40 manat məbləğində maaşdır. İnanırsınız, gündə bir nəfər düşüb tapmaq və ondan 40 manat almaq nə deməkdir? Bir çox xanımlar görmüşəm ki, mən səhərdən axşama gedib işləyirlər. İstər ev təmizliyi olsun, istər hər hansı bir başqa yerlər olsun, iş yerləri olsun, səhərdən axşam işləyib günə 40 manat pul almırlar. Yalan deyirəmsə, deyin, yalan deyirsən. Vardı da bu imkan. İstifadə edin, qazanın da. Və 123 manat, 33 manat, 33%-ə vuranda eləyir 40 manat maaş. Əgər siz 27%-dəsiniz, 15%-dəsinizsə, onda 123-dən, 33-dən 15-in çıxanda nə qədər edir? Mən düz onun ayında xırda yazmamışam. Amma istəsəniz siz yaza bilərsiniz. 33 çıx 15%. 33 çıx 27%. Məsələn, deyək 27-in 6% qalır, düzdür? Hətta sizin üzvünüz gəlib sizə çatacaq olursa, sizin bir addımlığınızda olsa, başda, sizin bir addımlığınızda olsa belə, siz ondan yenə maaş alırsınız. 6% deyil, 123 vur 6-ya. 123 vur digərlərini. Elə sizə gələn maaşı hesablayın. Vallahi billah, mən misal üçün deyirəm, öncülərimiz, çalışmaq istəyən, mən qazanmaq istəyirəm deyənlərimiz, siz bir gün evdə oturmamalısınız. Salonlara çıxmalısınız, parklara çıxmalısınız, təqdimatlar etməlisiniz. Hər kəsə bu işi tövsiyə etməlisiniz ki, günə 40 manat pul qazanırsınız. Məqsəddir da, mən bu günə 40 manat qazanmasam evə gəlməyəcəm. Deyin, çıxın çölə. Və təqdimatlarınızı çoxaldın. Bax belə. İndi isə gələk digər qazanclarımıza. Bunlar sizə aydındırmı qızlar? Yoxsa başqalarınıdır? Nəyi daha çox bilmək istəyirsiniz də? İndi başqa şeyləri də deyəcəm. Mən istəyirəm ki, bu lövhəni silim. Bizim bu kariyer qazancları idi. Neçə faizdə olanda nə qədər maaş alır? Bəzən mənə deyirlər ki, mən 27%dəyim, nə qədər maaş ala bilərəm? Bilirsiniz nə qədər maaş ala bilərsiniz? Çalışdığınız qədər. Elə 27%də olan var ki, gəlib 400-500 manat maaş ala bilər. Hətta 600 manat maaş ala bilər. Elə 27%də olan var ki, gəlib 100 manat maaş ala bilər, 200 manat maaş ala bilər. Bu sizin komandanızın necə qurulmasından. Bax, bu qollarınız ki var ha, görürsünüz də yəqin. Bu qollarınızın necə qurulmasından asılıdır. Bu sizin qollarınızda olan üzvlərinizin sayının hansı kariyerlərdə olmasından asılıdır. Elə xanım tanıyıram ki, mən. İndi bəlkə də deyəndə bir çoxlarının acığına gələcək, bəlkə də deyəcəm bir çoxları deyəcək ki, Günay xanım bizi sancır bəzən dedikləri kimi. Amma həqiqətən bu belədir. Bir çox xanımlarımız var ki, bir-iki adam yazdırırlar, bir-iki dənə qol düzəldirlər. O qol daim işləyir, bunun özü heç nə etmədən belə az alanda 400-500 manat maaş alır. Az alanda. Axı bu günahdır. Bu belə düz deyil. Siz əslində günahdır deyəndə nə mənada? O iki qoldan gəlir. Siz daim işləsəz, onlar kimi işləsəz, sizin 900.000 manat qazancınız olar. Həm də ki, daha halalını olar. Çünki siz ancaq liderlik halımı toplayın və yaxud da ki, ancaq adımı aktiv edeyim, maaş alım kimi düşüncədən azad olarsınız. Onlarla əl-ələ verib daha çox qazanarsınız. Bir qol, iki qol getmək az qazanmaq deməkdir. Düzdür, 3 qolla da gedənlər var, amma qazanc azdır. Başa düşdünüz nə demək istəyirəm? Ətraflı qol daha çox gəlirin olması deməkdir. Həm də ki, bax, üzvlər sizə sual verə bilər. Mən burada sistemi necə qurum ki, mənə də çox adam sual verir, sistemi necə qurum? Deyim, elə düşün, sənin bir hovuzun var,
o hovuza eyni su gəlir. Eyni yerlərdən su gəlir. Bir var 2 su qol gələr, bir var 3 qol gələr, bir var 5 qol gələr. Hansında hovuzun daha tez dolar suyla? Əlbəttə ki, deyir 5 qoldan. Bax, bu da elədir. Bu sistem də elədir. Nə qədər ətraflı çox qol varsa, bir o qədər ətraflı, bir o qədər yüksək tez rütbəyə çatırsınız və qazanc çox olur. Məsəl üçün, elə xanımlarımız da var ki, ev düzübləri 15, 20 qol, 30 qol üstünə. Elə deyil. Siz əgər müəyyən karyer sahibi olmaq istəyirsinizsə, məsəl üçün müdürlük qoymuşsunuzsa qarşınıza, o zaman 5 öncü çıxaldıb, bronz olub, onların alt. Yəni bir sözlə altı möhkəmləndirib. Əlbəttə ki, yan qollar öz yerində 3-4 dənə də yan qolunuz olsun. Çünki gələcəkdə sizin gümüş olmaq, platin olmaq kimi niyyətləriniz olacaqdır. Amma altı da möhkəmləndirməlisiniz ki, müdürlüyə gedəsiniz. Sizi müdürlüyə aparacaq qol, 5 dənə öncünüz varsa, bronzsunuzsa, sizi müdürlüyə aparacaq qollar sizin altınızdır, komandanızdır. Yəni kökləriniz də belə deyim. O köklərdən möhkəm yapışıb, onları daim daha da çoxaldıb yerə bərkitmək lazımdır. Bax belə. İndi qazanc sisteminə aid, hesablanma qaydasına aid sualınız varmı? Əgər varsa, tez bir-iki dənə sual verin, sonra keçin başqa qazanclara. Yoxsa başqasına başlayın. Nə deyirsiniz? Günay xanım, axşamınız xeyir olsun. Axşamınız xeyir. Kimdir danışan? Aynura Mahmudova. Aynura xanım, buyurun işte. Hicablı Aynura'mızdır. Bəli. Həm söhbət olmuşduq Qubaya gedən yadınızdadsa. Bəli, buyurun. Mən bircə sualım var bu qazanc sisteminə aid. Məsələn, bilirəm ki, öz yan qollarımla, tutaq ki, mən 33%dəyəm və mənim tutaq ki, özümün yazdırdığım 21%dədir. Və bundan alacağım maaş aramızdakı fərq qədərdir. Bunu anladım. Bəs yaxşı, o 21%dəki tutaq ki, altından bir nəfər təzədən yazdırır, 10%-ə qaldırır. Bax, onun altındakı həmin o 10%-lə mənim aramdakı maaş necə olacaqdır? Mən bu lövhəni təmizləyirdim deyənəm. Baxın, Aynura xanım, belə başa düşdüm ki, siz 33% karyerasındasınız, 10%lik üzvünüz vardır. Bu Aynura xanımdır. Aynura xanım 33%dədir. Aynur xanımın üzərində 10% üzvü vardır, düzdürmü? Bəli. Və onun da üzərində, bax lövhədə yazdım, onun da üzərində yeni qeydiyyat var. Aktiv üzv deyək də, üzv. Düzdürmü? Sual belədir. Düz başa düşmüşəm. Bəli. Tamam. Baxın, Aynura xanım, karyerasından asılı olmadan. Burada 10-da yazıla bilər, 15-də yazıla bilər, 21-də yazıla bilər, 30, hətta 33-də yazıla bilər. Siz bundan maaş alırsınız. Başa düşürsünüz. Bunun da dövriyyəsindən sizə maaş gələcək. Bax, bunun da dövriyyəsindən sizə maaş gələcək. Bunun da dövriyyəsindən maaş gələcək. Yəni, bu nə qədər bu 10%-in üstündə olanlar istər yan getsin, istər gəlsin, alt gəlsin. Heç bir fərqi olmadan nə qədər çoxalırsa, siz ondan 10%-ni alacaqsınız. Yalnız 10%-ni. Ola bilər ki, bu yeni üzvdir. 10%. Əgər bu deyək ki, siz 33%-dəsiniz, bu deyək ki, 21%-dir. Misal, bu 21%-in üstündə 15-dir, 15-in üstündə 10-dur, onun üstündə də aktiv üzvdür. Bax, bu. Düzdürmü? Bu aktiv üzvdürsə, siz nə aktiv üzvün, nə 10-un, nə də 15-in faiz olaraq almırsınız. Bax, aktiv üzv 145 manatlıq dövriyyə eləyib. Düzdürmü? Bu 145 manatlıq dövriyyədirsə, 145 manatlıq dövriyyədirsə, sizin hesablanma qaydanız bax belə olacaq. Özünüz də riyaziyyatı daha yaxşı bilirsiniz deyə. Baxın, hesablayanda sizə daha yaxşı gələcək. 145 manat çıx 18%. Nə qədər eləyib? Bir dənə kalkulyatorda belə çıxın. Qoy mən özüm çıxım tez. Avtomatik. Çünki əzbər belə 145 çıx 18%. 118 manat 90 gəlir. 119 manatlar deyək, hə? 119 manatın 119 və 33%-dən də 21%-i çıxacaq. Çünki o 21%-dədir axı. 33 çıx 21 12. Estağfurullah 12%, bu da riyaziyyatçı.
Məni ekranda görürsünüz, yox ekran Bəli, bəli, görürəm. bağlanıb. Görürəm. Yox, görmür. Yox, bağlıydı. Hə. Baxın, 145 manatdan 18%-in çıxdıq, ƏDV-sinə çıxdıq, Aha. vergisini. Bizim 119 manatlıq məbləğimiz qalıbdır. Aha. Baxın, üzvümdür. Üzvümün üzvü dördüncü alt-alta yazılan adamdır da, yenidir. Mən bundan da 21% alıram. Bundan da 21% alacağım. Bundan da 21, bundan da. Çünki mənə bağlı olan neçədirsə onu alacağım. Və yəni 33 çıx 21 12 edir, değil mi? Bəli. 119 vurulsun 12%. Ekran qaraldı ya. Aha. Bir saniyə. Niyə belə oldu? Baxın, Aha. 119 vurulsun 12%. Aha. Başa düşdünüzmü? Aydındır. Yəni 21% olan üzvümün alt dərinliyindən asılı olmadan, yan qollarından asılı olmadan neçə faizdə olursa olsun, neçə manatlıq mal olursa olsun, o dövrənin mən 12%-i 12%. Hə, aydın. Bəzi sistemlər var ki, dərinlik azaldıqca faizi ortaya qoymadan kəsir sizi, dayandırır, düzdür? Bəli. Amma bizim sistemimizdə lider olana qədər o şey yoxdur. Yəni sizin, məsəl üçün, siz 21%-nin sonsuz dərinliyindən maaş alırsınız. Başa düşdünüzmü? 21%-in sonsuz dərinliyindən. 27-nin sonsuz dərinliyindən, 27%-dən çıxırsınız, qalanını alırsınız. 10%-in sonsuz dərinliyindən, aktiv üzvün sonsuz dərinliyindən maaşınızı alırsınız. Heç bir yerdə belə şey yoxdur şirkətlərdə. Yeganə şirkətdir ki, ERSAP belə bir sistem qurubdur. Və gəldik, siz öncüsüz. Altınızda öncüləriniz var. Düzdürmü? Bəli. Sizin liderləriniz var. Liderin, baxın, elə düşünün ki, bu 33%-dir. Aynur xanım da 33%-dir. Onun üzvü də gəlib 33%-ə çatıbdır. 33%-in belə ən sonsuz, istəyir 100-cü qolu olsun, 1000-ci, milyonuncu qolu olsun. Nə zaman alış-veriş etsə, Aynur xanım ondan 7% maaşını alacaqdır. Başa düşdünüz? Aydın. Doğru, birinci nəsil. Yəni, bəli. Birinci nəsil kimi gedəcəkdir. O birinci nəsildən 7% o söhbət var idi. Bəli, birinci nəsil kimi gedəcək. Yəni, məsələn, mən Aynur xanımı gətirib lider etmişəm. Mənə dəxli yoxdur. Aynur xanımın üzərində olan 21-dirmi, 10-durmu, 15-dirmi, 27-dirmi? Neçə olur? Və yaxud özü də alış-veriş edib. Bəlkə elə Aynur xanımın hamısı özü eləyəcək. Satıcı kimi işləyir, misal deyirəm. Ancaq dövrəyəni özü edib. Özünün də qazancından mən 33%-dən çıxıb 7% maaşımı veririm. Buna mütəsənnə istəyirik, maşallah. Super. Maşallah, bəs nə? Yəni, şirkət demir, məcburiyyət qarşısında qoymur ki, ay Aynurə, sənin 15-in olmazsa, məsələn, Aynurənin 15-i olmazsa Günaya maaş verməyəcəm. Xeyr ola, bəlkə Aynurənin özü ancaq alıcı kimindir burada? Lider olub sadəcə alıcı kimi fəaliyyət göstərir. Ondan belə mənim maaşımı verir. Başa düşdünüz? Aydındır, hə. Çox sağ ol Günay xanım, super, həqiqətən anladım, həqiqətən. Biraz orada o beynimdə o şey var idi, yəni boşluq, onda doldurdum. Sizin də suallarınız, kimin sualı varsa bu sistemə aid, çox sağ ol can. Bu sistemə aid kimin sualı varsa desin, deyim, keçim, əslində nəsillər də belə gedir. 7% alırıq, 5% alırıq, sonra biz şeylərimiz artdıqca deyək ki, müdür ola bilməmişik hələ ki, bronz olmuşuq, gümüş olmuşuq, platin olmuşuq. Platin olmaq siz nə deməkdir? Yəni, necə demək? Qazanca qazanc deməmək. Təsəvvür eləyin, qollarınız var, 25 dənə öncünüz var və onların hərəsi 50 dövr puanı eləyirlər və çox eləmirlər var. Birinci nəsil 10%, ikinci nəsil 8% qazanc nə deməkdir? Üçüncü nəsildən səhv etməmsə 5-dir, 6-dir, onu dəqiq baxıb deyərəm, unutmuşam. Yəni, sözüm ona ki, bu qədər qazanca bir dənə ağlınıza gətirin, oturun bir hesablayın. Gedib cəmaət səhərdən axşama işləyib, qazancı götürmək üçün illərini, günlərini sayıb o diplomları, o iş imtahanlarını alıb verirlər ki, nə var yox, o qazancın sahibi olsunlar. Yəni, brilyant deməkdir, həqiqətən.
Yəni sözüm ona ki, işləyin, qazanın, qazandırın, ətrafınızı böyüdüb özünüzə iş qurun və ömür boyu quracağınız işin bəhrəsini görün. Şirkət daim var olacaq, daha da böyüyəcək və böyüdükcə sizi də böyütməyə cəhd edəcəkdir. İndi bax, mən sizə bir şey demək istəyirəm. Bizdə olan vərəsəlik, bizdə olan böyünümüz. Bugün sabah sizlər də böyün açacaqsınız, pensiyonluya daxil olacaqsınız. Məsəl üçün, mən deyək ki, inşallah gələcəkdə pensiyaya çıxanda mənim diplomum o yoxdur. Diplomum olmasa belə, necə deyim, hər hansı bir dövlət işində işləməsəm belə, burada günlərimi, aylarımı sərf etdiyim üçün həm özümə iş qurmaq, uşaqlarıma vərəsə kimi qoya biləcəyim bir işin sahibi olmaq, həm də gələcəkdə mənim pensiyama daxil olan bir qazancı verir mənə. Yəni, bu qədər net. Və sonsuz dərinlikdən maaş almaq, bayaq dedim, müdür olanda baxmır, sizin bax, elə düşünün ki, bu müdürdür, mən müdürüm. Müdür üçün istəyir bu sonsuz dərinlik olsun, istəyir birinci nəsil olsun, fərq etməz. Hər kəsdən 7-8% qazancını götürür müdür. Milyonuncu qol olsun, onun üstündə heç kim işləməsin. Yenə sən ondan 7-8% qazancı götürəcəksən. Yan qolların az olsun, bir qol işləsin. Mən deyək ki, bir 10 dənə qol düzəltmişəm, baxın belədir. Deyək ki, bir 10 dənə qol düzəltmişəm. Bu 6 dənə qolum var, misal 10, 15, 6. Bu 3 dənəsi işləmir. Ümumiyyətlə işləmir. Sadəcə bu da işləmir, 2 dənə də işləmir. Sadəcə bu bir dənə olan, uzun dərinlikdə olan qolum işləyir. Yenə mən ondan maaşımı alacağım. Yəni, şirkət mənə demir ki, sənin bir qolun var, sən bu bir qolla gelirsən, mən sənə maaş verirəm, bəzi şirkətlər kimi. Düzdür, əlavə yan qollar bizim maaşımızı yüksəltməyə xeyirdir, okey, ona başa düşdük və onun üçün cəhd edirik, çalışırıq. Amma olmayanda belə sizi ondan kəsməm. Bəzi şirkətlərdə var, istəyirsən qalx belə brilyant ol, nə bilim, ən yüksək rütbə nə deyirlər onlara bilməm. Onlardan olsan belə, o qol şərtlərini yerinə gətirmədiyin üçün maaş ala bilmirsən. Düzdür? Bizdə əmələ qol şərti yoxdur. Bax belə. Hə, xanımlar, indi keçəkmi sual-cavaba, yoxsa demədiyim nüanslar qaldı mı? Əsas odur, sizdə marketing planında puan, bir bal nə qədərdir bildiniz? Balın hesablanması, əgər siz, məsəl üçün, bu ay deyək ki, 21%-ə daxil olmaq istəyirsiniz, tamamlamaq istəyirsiniz, 60 bala ihtiyacınız var. Keçən ay, baxın, keçən ay, məsəl üçün, iyun ayı 25 balınız olubdur. Misal 25 bal. Və bu ay deyirsiniz ki, məsələn, Aynur xanım deyir ki, mən bu ay 25 balın üstünə neçə bal olmalıdır ki, mən 21% olub, 60 olmalıdır da, düzdür. 25-i 60 eləməliyim. 35 bal da bu ay gedəcək, 60 balı tamamlayıb 21%-i tamam eləyəcəkdir. Və avqust ayına keçəndə, deyək ki, bu da avqust ayı. 25 dayanacaq yerində digər şirkətlər kimi içsin, yəni bunu bir dənə silib atmadı. Baxın, diqqətlə. 35 qaldı yerində, 35-in də üzərinə ücret 21 oldu, indi də 27-yə doğru gedir axı. Bir pillə də qalxmaq istəyir, 120 lazımdır. 35-dən 120-ni çıxacaq, 85 balı lazım olacaq ki, qalsın 27 olsun. Bunu yenə deyirəm, bir günə də eləyə bilərsiniz bu balları, bayaq yazdıqlarını. Bir saata da eləyə bilərsiniz. Bizim üzr istəyirəm, 120-dən 35 çıxır, 35-dən 120 yox. Hə. 120-dən 35-in. Hə, ev yoxdur, oldu. Hə, yəni sözüm ona ki, balın hesablanması, dövriyyənin neçə manat olması, marketing planında əsas bunlardır və bizə qalan qazancdır. Mən bugün bilirəm ki, mən 21% maaş alıram. 21%-i necə hesablayacağım? 18%-in çıx,
Neçə manatlıq dövriyədir? 18 faizini çıx və onu vur 21%. Və yaxud mənim üstümdə 10 faizli var və mən liderim 33%. 33-dən 10% çıx, 23% vur şeyə, nədir? Həmin o dövr neçə manatlıq alış-veriş edibsə üzvün o dövriyyəyə. Yəni marketinq planı çox asan, sadə və gəlirli plandır. Sizcə mən səhərdən başa salıram, yəni başa salıram və çətin bir şey varmı burada? Yəni çətin bir şeylə qarşılaşdınız? Sual verirəm sizə. Buyurub açıb səslərinizi deyə bilərsiniz. Xanımlar, səslə aça bilərsiniz. Kim başa düşməyib desin də, burada heç kəs belə çəkinməsin də. Çünki bayaqdan görün Günay xanım necə izah eləyir. Bəli, niyə çəkinirlər? Bir saniyə desin, mən də ekran şeyi götürdüm. Ekran getdim. Öz sual verin. Kimə harda qaranlıq oldu sual verin, yenə izah eləyəcək Günay xanım. Salam, Bəli, axşamınız xeyir olsun. Axşamınız xeyir Fərənciz xanım. Buyurun, eşidirik sizi. Günay xanım, sözün düzən qalasınızda o qədər aydın şəkildə izah elədi, suala yer qalmadı. Sağ olun. Çox sağ olun. Əsas odur ki, üzvlərimiz yeni daxil, hətta mən bilirəm ki, bir çox öncülərimiz, yəni öncülərimizin demək olar 90%-i bunların hamısını bilirlər zaten. Yəni məlumatları var. Bugün 5 dənə, 4 dənə yeni üzvümüz var idi. Marketinq planının puanların hesablanması, mən filan karyerdə nə qədər maaş ala biləcəm kimi suallar idi. Dedim, niyə də olmasın, belə bir təlim verim. Amma indi qızların mənə şəxsidən yazdıqları o ekranın yuxarı hissəsinə düşür axı. Çünki Günay xanım bu yadımdan çıxmışdı, o yadımdan çıxmışdı kimi sözləri məni daha da çox sevindirdi. Çünki onlar unudulmaması olan vacib və işıq yandırır. Belə olanda daha olur, yoxsa işıqsız olanda? İşıqsız yaxşıdır. İşıqsız yaxşıdır. Yaxşı, işıqsız olsun. Dedim ki, qaranlıq olursa işığı. Hər nəysə. Yəni sözüm ona ki, unudulmaması gərəkən bir şeylərdir. Puanların hesablanması, bir puanımızın nə qədər olması, qazanc bizə nə qədər qalması. Çünki bugünün sabahında sizin üzvünüz gəlib deyəcək ki, mən 21%deyim, mən nə qədər qazanırım. Və yaxud da ki, mən 15%deyim, mən nə qədər qazanacam. Yenə deyirəm, qazanc müxtəlifdir. Networkdə stabil qazanc yoxdur. Heç bir şirkətdə, heç bir yanda yoxdur. Stabil qazancı yaradan sizlərsiniz. Azaltmaq deyil də artıran sizlərsiniz. Onun üçün də qazancını bilən adam, məsələn, mən ilk dəfə qarşıma summalar qoyulanda, mən özünüz bilirsiniz, bayaq dediyim kimi, heç bir şirkətdə çalışmayan, ümumiyyətlə pul qazanmayan, pul haqqı hesabı etməyən, heç vaxt riyazi hesablamalar belə aparmayan bir xanım idim. Sadəcə riyazi hesablamaları uşaqların məktəb dəftərlərində falan görmüşdüm də. Bu qədər. Çünki məşğuliyyətim yox idi və alıcı qismində qatılmışdım. Məni cəlb edən şirkətin karyerasının silinməməsi oldu. Bilirsiniz necə? Məsəl üçün, mən düşündüm ki, mən zaten bu şampunu, bu kremi ömür boyu alacağım. Niyə mən 10%-dən alım? Niyə gedib 33%-dən ömür boyu almayım? Misalda, indi o devir büdcəsini bilən, hesaplamasını düzgün aparan adam heç vaxt artıq xərcləməyə gərək duymaz, düzdürmü? Həmişə bizdə düzdür, buna yaxşı baxmırlar. Bəzən deyirlər ki, qəpiyi də hesablamaq, amma bəzən qəpiyi də hesablamaq lazımdır. Çünki o qəpiyi də üst-üstə gələndə manat olur. Manat üst-üstə gələndə o devir daha çox məbləğ edir, düzdürmü? Onun üçün də oturdum, hesabladım. Baxın, belə bir dənə dəftərə qoydum. Mən filan kəslərə məhsulu təqdimatını edəcəm. Buna şampun edəcəm, ona filan şey edəcəm, buna filan şey edəcəm və müəyyən dövriyyə var. Bu həftəyə bunu, 3 günə bunu, 5 günə bunu, 1 aya bunu, 2 aya bunu. Kimin gücü nəyə çatırsa, kim nəyi bacarırsa onu edir. Heç şirkətimizin ən gözəl, bilirsiniz nədir? Ən gözəli heç kimi məcburiyyət qarşısında qoymur. Demir ki, sən buna məcbursan. Xeyr. 2 aya mı başara bilirsən? 2 aya başar.
Bir günə mi başara bilirsən? Bir günə başar bunu. Yəni da sən necə eləyə bilirsən? 4 aya mı edə bilirsən? 4 ayını et. Sənin potensialın necədirsə, onu et, amma heç vaxt dayanma. Heç vaxt durma. Heç vaxt mən edə bilmərəm, mən gedə bilmərəm, məndə alınmır, mənə yox dedilər, komandam işləmədi. İşləməsin. Komanda işləmirsə, mən də mi işləməyəcəm? Komanda tənbəldirsə, mən də mi tənbələm? O passivdir. Bəlkə heç komandaya pula ehtiyac deyil. Bu gün hər dəfəsində mən üzvlərimizə deyirəm. Deyirəm, bəlkə heç Günaya pul lazım deyil. Misalda, sənə də mi lazım deyil? Və yaxud da ki, bəlkə mənim üzvümə pul lazım deyil, mənə də mi lazım deyil? Axı mənə lazımdır. Lazım olduğu üçün də olmasın, bu olsun, bu olmasın, o olsun deyib, necə deyim, çalışacağım. Daim çalışacağım. Və çalışdığım təqdirdə də şirkətimdən qazancımı, ailəmin, uşaqlarımın sağlamlığını, ən əsası da diplomum olmasa belə özümə iş qurmaq imkanını, işimi yüksəltmə imkanını əldə eləyəcəm. Başqa nə istəyirəm? Bir də sizə belə bir nəticəni göstərim. Əvvəllər Günayı tanıyanlar üzünün belə parlaq olmasını, üzün duru olmasını, ləkələrin getməsini, üzündə bir dənə də olsun nə sivilcə, nə bir ləkə, nə bir şey olmamasını nəyə borçludur? Sizcə? Nəyə Hər borçluyam? sağ- Ev sağlığına. Və bunlar üçün dəyməzmi çalışmaya? İnanırsınız, kim məni görürsə, öz doğmalarımı deyirəm, yaxınlarım. Hamısı qayıdır ki, Günay, sən canı hansı kosmetoloqa gedirsən? Kosmetologu bizə deyindir. Əlimi çörəyə basıram ki, bu bərəkəti deyirəm, and olsun, hələ bir dəfə də olsun kosmetoloqda olmamışam mən. Kosmetoloq mənə ehtiyac deyil axı. Mənim zaten günlük baxımımı etdikdə mənə faydası olan məhsullarım var. Neyinirəm kosmetoloqu? Müdürüm, yadınızdadır, təzə gələndə mən də bir dəfə sizdən soruşdum, o maaş aldığınız yeri durmuşduq. Dedim, Günay xanım, siz nə yeyirsiniz? Nədən istifadə edirsiniz? Nə vurmuşsunuz? Dedilər, saxtan. Heç nə etmirəm. Sadəcə gündəlik baxımımı edirəm. Günəş kremi istifadə edirəm, tonikimi istifadə edirəm, üst təmizləmə jelimi istifadə edirəm, axşamları kollajeni istifadə edirəm. 36 yaşım olacaqdı. Mənim yaşıdlarımın düzdür. Üzündə qırış olmayanlar da çoxdur. O başqa məsələ. Amma baxma, 4 dənə övlad asan deyil də. 18 yaşından ailəliyəm mən. Üzlərində çoxlu qırışlar var. Bax, yaxından istəyirsiniz, tutun baxın. Bir dənə olsun qırış görürsünüzmü? Bir dənə olsun ləkə gördünüzmü? Halbuki 4 dənə hamiləlik olub, 4 də yay aylarında olubdur. Və o yay aylarında olan hamiləlikdə mənim üzümə qapqara belə ləkələr idi. Hamısı ev sağın sayəsində sağalıbdır. Yəni düzəlibdir. İndi də bax belə. Buyurun, siz indi suallarınızı verin, mən cavablandırım. Kimlər də ayrılmaq istəyirsə, mən məsəl üçün dediklərimi dedim. Başqa mən nə qalmışdı? Hə, bir də dedim, biorezonans otelimizi də dedim. Başqa. Əgər qazanc sistemindən nəyisə yadımdan çıxan bir şey varsa, yadıma salarsınız. İndi buyurun, siz suallarınızı verin. Çıxmaq istəyənlər də buyursun, çıxsın. Sualı olanlar sualını versin. Sonra bağlayacağım. Günay müdürüm, çox sağ olun, var olun, Allah razı olsun, əməyinizə, ağzınıza sağlıq. Allah Siz benim efendim. sizdən xeyrə qalsın, Allaha əmanət olun. Xeyrə qarşı sağ olun, çox sağ olun. Kızlar, sualınız var mı? Əsas yenilərimizədir mənim sözüm. Ay yenilərimiz, sizə qaranlıq qalan hansısa bir nüanslar varmı? Varsa sualımızı verin. Yoxsa bağlayın. Əgər aydındırsa hər şey sizə bağlayın. Günay xanım, burada Hüseynova Ayda var. Sizdədir o? Bəli, bəli, Ayda xanımımız. Hə. Bizdə də Ayda var. Hüseynova olub olmadığını bilməm. Ayda xanım, Sizdə bilərdik. Ayda xanım, sizsiz. Bizdə Ayda müəlliməmiz vardı. Həmişə bütün Bəli, bəli, mənəm. Lap Mən. yaxşı, bildik. Ayda müəllimə sizsiz. Bəli, bəli. Necəsiz? Çox sağ olun. Siz Arada- necəsiz? Çox sağ olun, mən də yaxşıyam. Bizim Ayda müəlliməmizdir və
Bir də Vüsalə müəlliməmiz var. Ayda müəllimə, Vüsalə müəllimə sertifikasiya imtahanlarını hazırlaşırdılar. Təsəvvür edin, sertifikasiya hazırlaşmaq elə də asan deyil. Bir növ imtahan verəcəklər. O da dövlət imtahanı idi. Amma buna baxmayaraq bir dənə olsun təlimi ötürmürdülər. Bir dənə təlimsiz, nə zaman təlimin linkini atırdınızsa, Ayda müəllimə həmən qoşulurdu. Ki, qoy mən burada nəyisə bir şey öyrənim deyənə. Və maşallah olsun, həm bizdən təlimlərini alırdılar. Bir dənə olsun təlimi ötürmürdülər. Həm də ki, sertifikasiyadan yüksək nəticə gətirdilər. Bu arada təbrik edirəm Ayda müəllimə sizi, Çox sağ olun. Vüsalə Çox. müəlliməni və digər sertifikasiyadan kimlər, hansı müəllimələrimiz imtahan veribsə onlara. Yəni bir Müdürümüzə sözlə çalışkan oxşamışıq. insan. Müdürümüzə oxşamışıq. Əslində Qocaq. mən sizə oxşamalıyam. Bir sözlə çalışkan insan, vaxt alan, necə deyim, vaxt yaradan insan baxmır işləkdir, işləyir, baxmır ev xanımıdır, baxmır uşaqlıdır, ailəlidir, subaydır, gəncdir, yaşlıdır. Bunların hamısı bir bəhanədir. Bugünkü gündə mənə məsəl üçün sual verirlər ki, Günay, sən 4 uşağına necə başarmısan? Necə oldu ki, bu qədər işinə, gücünə, evin işi səndə, uşaqlar səndə, uşaqların dərsləri səndə. Yəni hamısı öhdəlikdir da bunlar. Çünki mənim işimə olan sevincim, sevgim, özümə olan inamım və ən əsası isə hər hansı bir yerə gəlib çatma məqsədim var idi. Onun üçün də gecə yarısı da olsa 1 saat, 2 saat yuxumdan, necə deyim, haram qatırdım yuxuma, araşdırırdım. Gündüzlər uşaqları yatıdanda təsəvvür edin, Əsma 1 yaş neçə aylıq idi da, indi 7 yaş oldu da, bu iyun ayı 7 yaşı oldu. 2 yaş neçə aylıq idi. Əsma hələ ana südü yeyirdi da. Təsəvvür edirsiniz, bütün günü yapışırdı ayağımdan, bütün günü qucağa al məni, qucaqda saxla məni və plus ondan da böyük uşaqlar, məktəbə apar, kursa apar, şahmata apar, gətir, üzlüklüyə apar. Bir yandan da uşaqlarımı saxlamırdım. Şahmata da gedirdilər, üzlüklüyə də gedirdilər, idmana da aparırdım, gimnastikaya qızımı aparırdım, plus bu ev sağın işini eləyirdim. Yəni, insan istəyirsə, Ayda müəllimə kimi, Vüsalə müəllimə kimi, digər iş xanımlarımız kimi, ev xanımlarımız kimi, insan istəyirsə, qarşısında heç bir maneə olmayacaqdır. Amma işinə sevgisi olmayan, özünə inamı olmayan, mən bacara bilərəmmi, bilmərəmmi deyən insanlar cüzi bir bəhanəni, dağ boyda eləyib, qoyub sizin qarşınıza. Deyir ki, mənim problemim var. Nədir problemin? O gün bir dənəsi ilə danışıyorum, o qədər gülmüşəm. Deyir, nədir probleminiz? Deyir, mənim 1 yaşında uşağım, 2 yaşında uşağım var. 2 yaş sendromu keçirdirik. Dedim, o nənələrimizin bir sözü var. Deyir, bu yaş sendromu hardan çıxıb? Həmişə mənim nənəm birdən mən deyəndə yaş sendromu deyirdi, bu hardan çıxıb? Əvvəllər belə bir şey yox idi. İndi də, əgər işləmək istəmirsinizsə, özünüzə inamınız yoxdursa, bəzi nüansları bəhanə eləməyin. 2 yaş sendromu nədir? Düzdür, uşaq ağlaya bilər, sizdən yapışa bilər, sizdən qopmaya bilər, amma telefon da əlinizdədir. O yatanda, qucağınızda, parkda, bayaq parka getmişdik sizdən öncə. Bir 3-4 dəqiqə, özünüz gördünüz də 5 dəqiqə gec açdım da Zoom-u. Çünki parkdan gəlmişdik, uşaqların əllərini falan yuyunca. Parkda bir xanımla tanış oldum, uşaqlar dəydi, toqquşdu bir-birinə. Xanımla tanış oldum, onlar oynamağa başladı, biz başladıq söhbətə. Və axırda telefon nömrələrini aldım, danışdıq. Kaközdə işdən gəlirdim, elə iş paltarındayım da, gəlib hələ soymamışam. İşdən gəlirdim, əlimdə ev sağın çantası, bir əlimdə çanta. İstər-istəməz abu-hava, iş abu-havasıdır. Ciddilik var. İş xanım abu-havası. Onun qayıtdı ki, hayır, mən də ev xanımıyam, elə istəyirəm ki, bir çevrəm olsun, bir dostum tanım, bütün gün evdəyəm. Bu insana pul lazım deyil. Bu insana qazanc lazım deyil, məhsul lazım deyil. Bu insana vaxtını keçirə biləcəyi qrup lazımdır. Müdürüm, mənə də Niyə də biri deyir ki, mən ancaq istəyirəm ki, elə sənin yanında olum. Bax, bugün dediyi, mən səb ondan görüşəcəm. Ancaq istəyirəm ki, bax, mən sənin yanında olum. Çünki sizdən yaxşı
Bəli. Sizdən yaxşı aura alır deyəni ona yaxşı təsir eləyirsiniz və o sizin yanınızda olacaqdır. Olmayanlar da Bax var. belə. Onlar da başqa, onlar da. Ben Baxın, səhər işə gedəcəm. Mən çatdırmıram. Və bu Günay xanımın 2 yaşında uşağı səhər durub yuxudan ağlamırdı mı? Mənə yox, çox qəribə əlbəttə. gəldi, valla. Baxın, siz bilirsiniz ki, məsəl üçün bizim o dev hamımız eyni evdə böyüyürük də, düzdür. Deyək ki, bir 10 uşağıq, misal deyirəm. Onumuz da eyni evdə böyüsək belə eyni ola bilmirik. 10 barmaq, 5 barmağımızın Evet. 5'i də eynidirmi? Fərqlidir. Evet. Bizim də üzvlərimiz fərqli olacaqlar. Kimisi laqeyd yanaşacaq, kimisi ciddi olacaq, kimisi nəşə axtaracaq, kimisi ancaq məhsul haqqında, məhsul yönümlü çalışacaq, kimisi ancaq marketinq plan üzrə çalışacaq. Yəni hərəsi bir yöndən çalışacaq. Və bizim işimiz onlara uyğun olan yönü onlara verməkdir. Elə düşünün ki, indi burada müəllimələrimiz məndən yaxşı bilər. Sinifə daxil olanda birinci soruşurlar uşaqlardan nəçə olmaq istəyirsiniz? Kimisi müəllim deyirsə, müəllimə yönəlik onu hazırlaşdırırlar. Həkim deyəni həkimə yönəlik hazırlaşdırırlar. Həkim olmaq istəyəni gətirib müəllim eləmək istəsən, o darıxacaq, sıxılacaq və o işi ümumiyyətlə istəməyəcək, işləməyəcək. Və yaxud müəllim olmaq istəyəni aparıb həkim eləsən, bir müddət eləyib ondan sonra dayanacaq. Düzdürmü? O işə sevgi olmayandan sonra, istək olmayandan sonra, o iş haqqında onun məlumatı, yəni olmayandan sonra iş getməyəcək. Bizim üzvlərimiz də elədir. Onun üçün də biz üzvlərimizə yanaşarkən onun nəyi istədiyinə üstünlük verməliyik. Düzdür, biz istədiklərimizi də ona yavaş-yavaş aşılamalıyıq. Bir növü onlara adaptasiya necə deyim, müddəti vardı da, onları işimizə adaptasiya etməliyik. Yavaş-yavaş biz dediyimizə gəlib çıxacaqlar. Amma ilkin o növbə var, ilkin addımda, o ilkin addımda bu gün mənim, Nərgiz xanım və yaxud digərinin şeyi keçərli deyil. Ha, bunu yadınızda saxlayın. Qarşınızdakı üzvlərinizin məqsədi keçərlidir. Onların istəyi keçərlidir. Ola bilər ki, üzvünüz 21% qədər gəlib orada dayanmaq istəyir. Məqsədə yönlü deyil. Başa düşürəm sizə. Amma onu 21% qədər gətirin. Ondan sonra 27-nin avantajlarını ona deyin. Əgər siz 21-ə kimi gəlmək istəyən bir üzvü, gəlib dayanmaq da olan bir üzvü 27-yə məcbur etsəz, ömür boyu dayanacaqdır. Yəni və ondan sonra elə bir işdən soğuyacaq. Amma 21 olub da yavaş-yavaş, bax bu 27-nin avantajları budur, öncünün avantajları budur desəniz, əgər istəyirsə gələcək, istəmirsə, istəyirsə dünya dağılsa da onu eləyən deyil. Onun üçün də heç kimə, heç nəyi məcbur etmədən sevərək çalışmağı, istəyərək yüksəlməyi və ancaq əmək sərf edəcəksə qazanmağı məsləhət görün. Bax bu qədər. Əgər başqa sualınız yoxdursa, söndürə bilərəm. Vardırsa, buyurun suallarınızı verin. Çox sağ olun. Artıq çox oldu. Nə lazımdır söylədiniz. Hamısını təşəkkür ederim. Qızlar, yenilərimiz. Sağ olun, çox sağ olun. Söndürün mü? Sualınız yoxdursa söndürün artıq. Gecəniz xeyrə qalsın. Çox sağ olun. Xeyrə qarşı hər biriniz bir daha burada olmağınızdan dolayı təşəkkür edirəm. Əsas odur, qazanmaq, yüksəlmək və karyera qurmaq istədiyinizdən yana təşəkkür edirəm. Çünki özümüzə yatırım edirik, özümüzü dəyərləndiririk və məhsullarımızı özümüzə layiq görüb, daha yaxşısını layiq görüb istifadə edirik. Bax, mənim üçün bu çox önəmlidir. İnşallah Çox sağ olun Günay xanım. gələcək. Axşamın xeyir Sahiləcan. Axşamınız xeyir. Buyur can, Elə eşidirəm. sağ olma bildirmək istədim. Yəni üzvlərimiz, yeni üzvlərimiz də baxırlar, sizdən bəhrələnirlər. Çox sağ olun əziyyətiniz üçün. Minnətdarıq. Əsas odur ki, bəhrələnsinlər və öz üzərlərində tətbiq etsinlər. Bax, vacib olan budur. Bir də təlim olacaqdı. O kişinin adı nə idi? Adı yadımdan çıxdı. Məndə biraz yaddaş problemi var. Kerem Bey.
Çəvən bəy, siz gün boyu o qədər Kerem Bey. danışmışsınız, şey olubdu məndə, hə. Çəvən bəyin təlimləri yenə olacaqdı, bu həftədə olacaq. 3-cü, 4-cü, deyəsən 5-ci günlər. Mən sizə göndərəcəm günləri zaten bütün qruplarımızda, yəni bütün qruplarda o paylaşılmır. Özünüz bilirsiniz də, ödənişli təlimdir. Mən sizə yenə göndərəcəm və mütləq daxil olub dinləyin və dinləyib yan keçməyin. Mən bu gün nəyisə dinləyirəmsə, Kərim bəyi dinləyirəmsə, yazıram, qeyd edirəm də və onu öz üzərimdə tətbiq etməyə çalışıram ki, görüm mən bunu bilirdimmi? Bildiyim bir şeydirmi? Və yaxud da ki, bildiyim deyilsə, bunu mən özümə necə tətbiq eləyə bilərəm? Onun dediyi kiminmi, yoxsa onun dediyi ilə özümün bildiyini ortaya qoyub özümə uyğunlaşdıraraqmı? Onun üçün də öyrənmək bir başqadır, müəllimlərin dediyi kimi. Tətbiq etmək bambaşqadır. Tətbiq etsəz nəticə alacaqsınız. Tətbiq etməsəz o deyilən hər zaman yerində qalacaq. Sizi nəyəsə, yəni uğura aparmayacaq. Onun üçün mütləq qatılın. Bax belə. Çox sağ olun. Allah razı olsun. Görüşənədək belə təlimlərin olmasını istəyirsinizsə yazarsınız, yenə edərəm. Mənim üçün heç bir problem deyil. Hər gün axşam istəsəniz lap hər gün təlim edərəm. İstər məhsul haqqında olsun, istər qazanc planı haqqında olsun, iş sistemimiz haqqında olsun. Yəni bunların hamısını edərəm. İstəsəniz lap bir gündən bir məhsullarımızın da, mən əsas istəyirəm məhsullarımızı daha çox biləsiniz ki, təqdimat edə biləsiniz. Bax belə. Oldu. Gecəniz xeyrə qalsın. Sualınız yoxdursa kapatım artıq. 12'nin yarısıdır. Teşekkür ederiz Günay Hanım, sağ olun. 2 saattir sesimi açmaya çalışıyorum, bulamıyorum. Zor Sağ buldum. olun. Çok teşekkür ederiz gerçekten. Hani bunları dinlemek, duymak çok iyi geldi. Ben de neredeyse 2 senedir bunun içerisindeyim ama pek zaman edemiyorum. Gerçekten bahane zaman edememek ama istese insan her şey yapabilir. O yüzden Bəli, böyle bəli. iyi geliyor bazen gerçekten dinlemekte. Bəli, əlbəttə, əgər biz istəyiriksə, hər şeyi əldə edərik. Yetər ki, biz istəyək. Aynen. Çok teşekkür ederim. Sağ olun. Akşamlar olursa gelirim böyle. Olacaq, mütləq olacaq. Əgər indi qızlara yazacağım, hansı mövzularda təlimlər istəyirlərsə, o təlimlər mənə şəxsi yazsınlar ki, bax, mən bu mövzuda təlim istəyirəm. Məsəl üçün, onun hesabına o bir nəfər istəyir. Məsələn, bugünkü bu qazanc marketinq planda puanlar nə qədərdir, biz bunlardan nə qədər maaş belə kimi suallar cəmi 3 ya 4 nəfər vermiş də mənə yenilərimizdən. Amma hardasa 40 nəfərə yaxın insan bundan bəhrələndi. Düzdürmü? Yadından çıxanlar da yadlarına saldı. Onun üçün də bir nəfər nəyisə istəsə belə mən açıb ümumi edirəm. Mənim üçün fərqi yoxdur. Burada 5 nəfər dinlədi, 15 nəfər dinlədi, ya bir nəfər dinlədi. Mənim üçün heç bir fərqi yoxdur. Bir nəfər də olsa onu verəcəm, 40 nəfər də olsa onu verəcəm. Bax belə. Çox sağ olun Günay xanım, gecəniz xeyrə qalsın. Çox sağ olun. Ülkər bəy kimdir? Ülkər Salamova. Salamova. Hüseynova Ayda, Fərəngiz Bakırova. Çox istəyərdi ki, bütün müdürlərimiz bu şey. Bəli, əslində əvvəllər müdürlərimiz sağ olsun, hər biri bunu edirdilər. Yəni, üzvlərimiz də bilir ki, müdürlərimiz hər zaman təlimə açıqdırlar və təlim olmasını istəyirlər. İki mən qarışıb. Amma Kərim bəyin təlimi ortaya düşdü deyənə, biz hər gün təlim verməyə biraz deyirik, indi üzvlər deyəcək ki, hər gün təlim eləyirlər, qoşulmayanlar olur, hər gün təlimdən bilsənlər olur. Yoxsa biz müdürlər üçün təlim problem deyil. Bax, şəxsən mən yenə hər gün edə biləcəyim şey var, təlimlər ola bilər. Nə yorulmuram, əksinə zövq alıram, işimdən zövq alıram. Onun üçün də necə deyim, digər müdürlərimiz olsun, hər bir şeyi bacarır və bir şey haqqında məlumat verir. Siz nəyi istəyirsinizsə yazın, plan mövzuda mən təlim almaq istəyirəm və o mövzuda mənə təlim verin deyil. Mənim komandam oldu, digər komanda oldu mənim üçün. Ülkər xanım, bəy deyiləm, siz məni tanıyırsınız. Bəli,
Ülkər xanım, yox, Ülkər xanım sizə bəy demədim mən. Siz mən tanıyırsanız, siz də almışsınız. Ha, Zümrüt xanımın ekibindən Ülkər xanım, tanıdım sizi. Hə, yəni heç bir problemi yoxdur. Hansı ekibdir, hansı komandadır, kimin üzvüdür, yenidirmi, liderdirmi? Əsas odur, mövzunu mənə yazın, göndərin. Mən o mövzunun sizə və tüm ekibimizə təlimini veririm. Bax, bu qədər. Sualınız yenə varmı? Yoxsa söndürüm? Mən yorulmamışam, amma bilmiyorum siz yorulmuşsunuz yoxsa yox. 17 nəfərimiz qalıb, artıq söndürüm. Gecəniz xeyrə qalsın. İnşallah görüşərik Allahın izni ilə. Sağ olun. Çox sağ Sağ olun, sağ olun.